Şimdi hinduşkanı hazırlayacağız. Sonra koyacağız tendire. Hinduşkanın böyle bucağına biraz kartofları doğrayıp koyacağım. Hinduşkanın süzülen suyundan kartoflar orada özbet pişecek. Pirinçten yere böyle kesikler atacağım. Hansı ki bu eti biraz kalın diye olan yerlere de daha rahat pişsin. Çünkü ben bir defa değilim. Bilmiyorum yani bu ne diyorlar. Son görüntü budur. Bu formada pat pat. Anne. Yok. Anne. Öyle bir şey. Ve o an geldi. Allah. Canavar. Nar kimi? Evet. Yana bakın. Abdurrahman. Şundan onunla bak. Çimpiyi de kalıp. Şu burada bir şey koyuyor. Göründüğü kadar qətiyyən çətin deyil. Kartofu xırda-xırda doğrayırsınız, soğanı xırda doğrayırsınız, sarımsağı da xırda-xırda doğrayıb qoyursunuz kənara. Ətin üstünə bir xırda-xırda əlavə edirsiniz, hamısını qarışdırıb qoyursunuz kənarda. Ədviyyatı zövqünüzə görə istədiyiniz kimi vurun. Ət əgər yağlıysa biraz yağ əlavə edib qarışdırıb qoyun qırağa. Xəmiri hazırlamaq üçün də xəmiri ilıq suyla yoğurursunuz. Çox bərk olmayan bir orta yumşaqlıqda bir xəmir yoğurursunuz. Bunu olduğu qədər nazik açın. Yəni lap belə kağız kimi də göstərdiyim qaydada bu formada açsınız kifayət edir. Belə kvadrat bölürsünüz, kənarlarını götürüb qoyun kənara. Qatlama formasını göstərim. İki kənarını birləşdirirsiniz, sonra digər kənarlarını birləşdirirsiniz, sonra da həmin qalan iki dənəsini birləşdirirsiniz. Hər yerini birləşdirirsiniz, alınır belə bir şey. Bunu qəşəng qoyursunuz parda bişir. Bu qabdan yoxdursa, tarekanın üstündə də olar, belə başqa bir aş üzərindən istifadə etmək olar bəlkə. Hazırlayırsınız, ət tam bişəndən sonra, kartof bişəndən sonra götürürsünüz. Çox ləzzətli olur, sousla, ketçupla, turşu ilə, nə istəsəz gedir. Bunu əsasən Özbək mantısı kimi tanınır. Bişirsəz peşman olmazsınız. Hazırlayın. Hazırlamaq üçün də videonu save eləyin, paylaşmağı yaddan çıxarmayın. Nuş olsun. Bulka deyil, bizim avar xəngəlimizdir. Bura qatıq, duz, soda, yumurta əlavə edib xəmiri qəşəng yoğururuq. Belə orta yumşaqlıqda bir xəmir qoyuruq kənara. Quru ətlə hazırladım, adi yaş ətlə də dadına baxmaq üçün hər ikisində. Ətin kəfini alırıq, sonra süzüb belə suyunu qırağa götürürük. Kartofları sonradan əlavə edirik, pişməyə yarım saat qalmış. Xəmiri ət pişməyə yarım saat qalmış hazırlasanız daha yaxşı olar. Belə gördüyünüz formada kəsə bilirsiniz. Paxlava formasında belə deyil. Əti götürürsünüz qırağa. Onun bulyonunda bişir həmən xəngəllər. Atırsınız içinə 4-5 dəqiqə ərzində bişir. Belə şişib üzə çıxacaq. Onu 2 dəfə çevirsəz yaxşıdır. Götürəndən sonra 3-4 dəfə deşin. Soğuz üçün pomidor və tyorkadan keçirirsiniz. Qəşəng yağda bir balaca bişirirsiniz. Sarımsaq bir də bulyondan əlavə edirsiniz. Belə bulka kimi olur. Çox ləzzətli bir dənə yeməkdir. Bunu yeyib axşama kimi də yeməsəz olar. Axşam yesəz, sonraki gün ortaya kimi də yeməsəz sizi idarə edə biləcək. Roxun taygimuş, xriyal ma'ar olal. Bu sözlər avarcaydı. Nuş olsun. Sarışınkən çolpası yoxsa bunu bişirmə adı yoxdur. Çolpanı qəşəng doğrayırıq, dolduruq qazana, qoyuruq qaynamağa. Qaynayandan sonra suyunu atırıq. Soğanı atırıq tavaya, üstünə biraz su əlavə edib, canı çıxandan sonra kərə yağını əlavə edirik. Üstünə toyuğu əlavə edib, yaxşıca qarışdırırıq. Üstünə tomat, biber, duz, istiot, paprika, ədviyyatları hamısını əlavə edib, birlikdə biraz qarışdırırıq. Birlikdə tez-tez qarışdırıb, yaxşı qızardırıq. Soğanın rəngi dəyişəndən sonra üzərinə bir balaca su əlavə edirsiniz. Su ilə toyuq bişəndən sonra vilkanı batırıb baxırsınız. Qəşəng kartofu doğrayıb əlavə edirsiniz. Kartofu bişəndən sonra götürüb nuş edirsiniz. Nuş olsun. Tembellerin de çok sevdiği, avarların sühürlü dediği milli yemeğimiz olan sühürlünün hazırlanma qaydasını gösteririm size. Xəmiri qəşəng yoğurursunuz. Bunun üçün un, su, duz, yumuşaq xəmir yoğurursunuz bu arada. Qalınlığı bu qədər olanda saxlayırsınız. Çox aşmaya ehtiyac yoxdur.
Bu formada zolaq şəklində kəsirsiniz, bacaran qədər unlayın. Bol unun içində üstün ki yapışmaz. Bu formada onu yumruluyorsunuz qəşəng. Çox da yox, xırda doğrayırsınız burada gördüğünüz kimi. Bundan sonra bunu qəşəng belə baş parmağınızla bir dəfə əzib bugünə salırsınız, qoyuyorsunuz kənarda bir balaca gözləyir. Bu quru ət çorbasıdır, içine quru ət atırsınız, suyu atırsınız, duz qətiyyən vurmursunuz. Rahatça alıb bir balaca tomat atsanız olar, atmasanız da olar. Bu formada atırız, bunu qəşəng qaynayır. Qaynayandan sonra 15-20 dəqiqə sonradan süzürsünüz bunu qəşəng. Üstünə həmən quru ətin şorbasını əlavə edirsiniz. Hər tərəfinə gözəl şəkildə yayırsınız. Bir balaca da qarışdırırsınız. Bunu biz aslında olarak payız qış aylarında belə deyək. Dağlarda qar göründü, biz bunu hazırlamaya başlayırıq. Səslərdən yəqin sizə bəllidir ki, bunu səssiz yemək olmur belə. İştahla, bol-boluna yeyirsən, bol sarımsaqla. Nə xəstələnmirsən, nə bir şey. Canın olur daş kimi. Nuş olsun. Ayxan dostumdan bir də maraqlı bir şey yoxlayacaq və həminin içində özbəklərdə gördüyüm bir şeydir. Deməli burada ətli, kartof, soğandır, bir sürü ədviyyatdır. Bunları qarışdırıb çörək təndirə yapan kimi çörək içini bununla doldurub yapacaq təndirə formu. Neyse bundan 3 tane külünə düzələcək. Buradaki olan şeyler hamısını bunun içine dolduracağız. İyi tencere. Çörek biraz üstüne çörek yaptı. O da çay yapacağız. Hazır. Hazır. Ben isteydim. Üstüde. Böyle bir şey alma. Ot kimin? Üfürüp verdim ona. Ben istiyordum. Onları... Beğendin mi? Nuş olsun. Böyle soysun vereceğim yine. Bak yerine hiç öyle.
zor belana. Nuş olsun. Sağ ol. Tepkine baksana. Ne oxşadı da bak buyur oxşadı. Şurada var, bunlar var. Elim abi tektim ya biraz. Tablet doğruysa yani. Tezsiz tablet. Yeyə biləcəyin ən dadlı gürcü xəngəlini özün bişir. Deməli xəmiri 15 dəqiqə yaxşı yoğurursan, qoyursan soyuducuya. Ardınca farşı üstünə soğan, göyərti, duz, istiot, sarımsaq əlavə edib yaxşıca qarışdırırsan, biraz su tökürsən, sulu olmalıdır ki, bişəndə sulu qalsın. Xəmirin için belə olmağı vacibdir. Xəmiri belə hissə bölürsüz, qəşəng yumrulayırsınız bunu. Açırsınız amma çox nazik yox. Qalınlığını indi burada gördüyünüz kimi çox qalın olmasın, çox da nazik olmasın ki, bişəndə dağılmasın. Qatlamasını da burada baxın yavaş-yavaş göstərirəm sizə. Bu formada qatlayırsınız ki, forması da gözəl alınsın. Alınandan sonra bu proses başlayan zaman suyu qoyursunuz qaynamağa. Bir balaca içinə duz atırsınız. Su orada tam qaynayandan sonra əsas şərt burada nədir? Fırada salırsınız qazanın içinə ki, o altı orada yapışmasın. 10-12 dəqiqə bişsə kifayət edir. Götürürsünüz kənara və nuş edirsiniz. Bunun yanında acı kadı, nə bilim turşu, xiyar, indi zövqə görə dəyişə bilər. Əsas bunun məqam nədir? İçi sulu olsun. 1001 dərdin dərmanıdır. Soyuq havalarda əsl yeyiləsi yemək budur. Yəni restoranlara pul tökməyinizə adı yox. Özünüz bişirin, ən dadlısını özünüz yeyin. Bəri başdan hamınıza nuş olsun. Mən yedim, bişirdim, yaxşı eləmişim. Bu ancaq zaktalıcıda olan şeydir. Buna quqa deyirlər. Bu qoz ləpə ilə, fındıq ləpə ilə, nə bilir, baxırda da. Hadi üstüne batırıp qəşəng. Biz balaca təndir qıran dayanında həmişə biz qıra gedək deyə bizə verən şey bu idi. Bəs fındığı çox elək. Əlimdəki qoyunun quyruğu cəf görmürsünüz. Sütə əlavə edib bir dənə yumurta. Bunu qarışdırırıq. Üstünə duz vururuq biraz gözəl. Və üstünə əlavə edib un. Un əlavə elədikcə durmadan qarışdırırıq. Duru bir dənə uxtur alınır. Arılara salam verib ocağımızı qalayırıq qəşəng. Qoyun quyruğun qəşəng sacın hər tərəfinə yeridirik. Altdan üstdən göstərirəm. Çömçənin aşağısından tutub belə dairəvi şəkildə sacın üstünə fırada tökürük. Tələsmədən. Tələsəz forması alınmayacaq. Bu formada günəşə bənzər bir şey alınır. Bizdə buna maxara deyirlər. Hər iki tərəfini qəşəng bişirəndən sonra götürürsünüz bunu qırağa. Üstünə əridilmiş kərəyağı sürtüb gözləyirsiniz. Üstünə pesokla da yemək olar, balla da, bəkməzlə də, nəyi siz yemək olar bunu. Çox ləzzətli olur. Zavtırıqlarda, günorta, ara yerdə fərqi yoxdur. Çox ləzzətli bir yeməkdir. Ayxana payladım. Salam aleyküm. Aleyküm salam. Ayxan da bunu çox bəyənir. Biz də gələndə tez-tez yeyir bunu. Özümüz hazırlayırıq. Saç qalanımsa, tonqal varsa orada bir dənə qəşəng samovar qaynadırıq. Qaynayandan sonra bir dənə qəşəng çay təbiətin qoynunda. Ləzzət edir. Nuş olsun hamınıza. Üzərinə göyərti əlavə edən xəmiri görmüşdünüz. Şoru əlimizlə uxaldıqdan sonra üzərinə şüyüd, duz, un əlavə edib qarışdırırıq. Bu yaxşı qarışdıqdan sonra üzərinə bir az su əlavə edib yenidən yumşaq bir xəmir yoğururuq. Bunu 2 bərabər hissəyə böldükdən sonra əlimizlə yumuluyuruq və ondan bərabər kündələr götürürük. Bunu əlimizlə formaya salırıq ki, bunu sonra açan zaman bizə daha rahat olsun. Xəmirini açan zaman bol undan istifadə etməniz daha məsləhətlidir ki, sizə olduqca asan olsun. Çox nazik də yox, çox qalın da yox. Videoda göstərdiyim qədər açsaz kifayət edir. Əvvəlcədən qızdırılmış tavada hər tərəfini 2 dəqiqə olmaqla bişirməniz kifayət edir. Bişirib kənara götürdükdən sonra mütləq kərəyağı ilə yağlayın. Bunu turşu xiyarla yeyirlər biz tərəfdə ən çox. Amma belə nə ilə istəsəz yeyə bilərsiniz. Hətta çörək əvəzi belə istifadə edə bilərsiniz. Səhər, günorta, axşam fərqi yox. Nə vaxt istəsəz bişirə də bilərsiniz. Uşaqlar da yeyə bilər, bunu böyüklər də. Hazırlayacaqlara nuş olsun. Hazırlamaq üçün seyv eləməyi unutmayın. Səsə bax. Çıtır çörəkləri. Küpə girən qarı cadı edir.
Nar. Oxşur. Bu gözəl çörəkləri səsə bax. Çıtır çörəkləri üstünə asıra qoyub sadaqa kimi paylayacağıq. Allah qəbul etsin. Artıq qalan xəmirdən də olar, xəmir yoğurub da olar. Un, su, duz. Çox sadə bir resepti var. Qarışdırırsınız, qəşəng yoğurursunuz, yumşaq bir xəmir. Açırsınız bunu olduğunca nazik. Kərə yağı da olar, günəbaxan yağı da olar. Fərqi yoxdur, zövqünüzə baxıb. Hər ikisini belə tam yayırsınız, sonra bu göstərdiyim formada tam belə qatlayırsınız onu. Qatlayandan sonra da bir dənə də əksin elədik. Bax belə yumruğunu qatlayırsınız, ən sonda bu başlarını birləşdirirsiniz. Hissə bunu başlayırsınız əzməyə, yavaş-yavaş əzirsiniz, dincəlməyə qoysanız daha yaxşı olar. Sonra bunu qəşəng açırsınız, çox qalın olmaz. Hardasa bir 0.5 santim deyək. Bu formada açırsınız, əvvəlcədən istədiyimiz tavada qəşəng sağlı sollu qızardırsınız. Çox ləzzətli olur, çox dadlı olur. Çörək əvəzində istifadə edə bilərsiniz. Prosta bişirib uşaqların qabağına da ata bilərsiniz. Fərqi yoxdur. Kim isə bəyənəcəkdir. Çox dadlı olur, çox ləzzətli olur. Hazırlayasılar indidən nuş olsun. Hamının qaxac dediyi, amma əslində quru ət, bu qarahan dediyimiz illərlə saxlana bilən ət budur. Bunun üçün biz götürüb ətin uzun soğuk formada doğrayırıq. 20 kiloya 1 kilo nisbətində duzla qəşəng tuzluyuruq. Biz bunu belə asırıq, bu qanını buraxır. Sonra odun peçin üzərinə asırıq ki, qəşəng qurusun. 10-12 günə temperaturun asılı olaraq quruya bilər. İstifadə edildiyi yeməklər əsasən sühürlüdə və buxinqada biz bunu istifadə edirik. Çox ləzzətli olur. Quru və sərin yer olduqdan sonra uzun müddət saxlaya bilər, amma çox təəssüf ki, qış keçirmir. Çünki qışda biz bunu hamısını yeyib qutarıq. Nuş olsun. Yekunda çox ləzzətli alınan bu əti sümüyün belə yapışırsınız, elə bir ki diş həkimi diş çəkir. Dartırsınız o qaburğalar gəlir oradan. Çox ləzzətli alınır. Belə hörmətli qonağınız gələndə bişirə bilərsiniz bu yeməyi, amma əvvəlcədən xəbər eləyibsiniz əlbəttə ki. Ət elə gözəl bişib ki, gəl deyirsən özü gəlir. Sev eləməyi və paylaşmağı unutmayın. Bir çoxlarınızın xəbəri olmayan qutaq. Bunun üçün bişmiş bal qabağı götürürük, üstünə pesok əlavə edirik, biraz duz əlavə edirik və süd əlavə edib yaxşıca qarışdırırıq. Biraz belə deyək, axıcıl bir içlik hazırlayırıq. Bunu qoyuruq kənara, ətin üstünə soğan əlavə edirik, duz əlavə edirik, şüyü toxumunu əlavə edirik, kebab otu əlavə edib yaxşıca qarışdırıb qoyuruq kənara. Xəmirimizi hazırlayırıq, orta yumşaqlıqda bir dənə gözəl xəmir yoğururuq və başlayırıq bunu kündələ ayırıb açmağa. Bunu çox nazik açsanız daha yaxşı olar. Nasıl istəyirsən? Nədir o? Ətli. Ayxanın seçimi ət oldu, ətdən davam edib birinci əti göstərirəm. Belə kənarlarını kulturunu kəsirsiniz qəşəng naxışla, atırsınız da 5 dəqiqəyə çox qəşəng bişir. Balqabaqdır, bunun içində qoz ləpəsi də olur. Mən sadəcə burada vurmamışam, amma əsl reseptində qoz ləpəsi də var. Necə oldu əmi? Yaxşı. Ata populyar oldu gözlədim. Belə videolar çoxdur, izləmədə qalın. 50 min izləyici olmağı şərəfinə getmişdi bağ evinə. Birinci qəşəng bir dənə quyu qazdım orada, amma biraz yoruldum. Ekskavator var. Quyunu qazandan sonra içinə ocaq qalıb keçdim budun yanı. Üstündə olan piyləri təmizlədim. Qəşəng duz, istiot, paprikanı hər yerinə yedirdim. Bıçaqla 15-20 dənə deşiyi açdım belə. Həmən açdığım deşiklərin içinə təzə çıxan təmizlənmiş sarımsağı doldurdum. 3 qat bu yağlı kağızla tam belə bükdüm. Üzərini təzədən bir 4-5 qat hər yerinə əhatə eləmək şərti ilə yaxşı faliqa ilə bağladım. Qoydum közün üstünə təzədən köz.
Gözlə doldurandan sonra üstünü torpaqla bastırdım belə hava işləməyəsi kimi hər yerini. Üstünə təzədən bir tonqal qaladım. 4 saata yaxın bir vaxt keçəndən sonra bunu götürdüm. Göz yaşları içərisində bu üstündəki gözü təmizlədim. Götürüb qulaq assın görüm nədir. Hazır. Hazır. Bu səsi, bu iyi, yəni sözlə ifadə edə bilmirəm. Lap belə ləzzətli olur. Üstünə qışqırırsan dağılır ət. Ləzzətli alınır. Məsləhətdir, mütləq hazırlayın. Eləyirəm bunu. Səhv görmürsünüz, bəli, kül tökürəm bunun içinə. Xurmaları birinci qəşəngcə yuyuruq, ən yetişənlərini seçirik başdan. Saplaqlarını ayırıb atırıq kənara. Belə tam əzəndən sonra stresli atırıq bu arada. Kül əlavə edirik üstünə, yenidən bir qəşəng qarışdırırıq. Belə tam canlı hopduruq. Bundan sonra tökürük bunu, qoyuruq qaynamağa. Bu formada qaynayandan sonra götürürük bunu kənara. Kül bizə kömək edir bunun tərkibində olan mineralların hamısının ayrılmasına, şərbətini çıxarırıq da belə də kül vasitəsilə. Bunu yaxşı sıxıb suyunu ayırırıq, süzürük bir dəfə kisə vasitəsilə. Sonra təkrar bir dənə də tənzifdən və ya parçadan istifadə edib yenidən süzürük, tam belə arıqdanır da belə deyə. Qoyuruq bunu qaynamağa. Bu arada saat yəni 2 saat qaynayır. Tam rəngini alandan sonra əllə dadına baxırsınız, hazır olur. Qoyuruq kənara soyuyor. Belə videolar çox olacaq, takip edin. Salam aleykum. Bugün gəlmişik Gökaltı restoranının mətbəxinə baxmaq. Olsa qutab, maxara falan belə bir şeylə yiyəcək. Bunu görək də, mətbəxə necədir buranın. Burada çiyələk də var. Orada nə bilim gavalı, Yapon əzgili falan. Bilmem icra verilen ben üzdüm. Tatlıdır. Şimdi buranın kutabı yiyeyim ola. En azından et kutabı. Abi ne demek? Kebap. Ay sağ ol. Kebap gitti tendire değil mi? Parkoşka baktı da. Nuş olsun. Ciğer hazırdı. Oha. Bak. Ben yesin. Ben de yedim, ben de. Ama üstü daha. Götürüyorum. Üstü daha mı? Soğuk çalıyor. Beğendin? Nuş olsun. Nece abiledi mi? Karkoşkasının yerini. Karkoşkasının üstünden ben yedim. Bal. İstəyirsən mənmi? İstəyirəm. Bana şey. Ve Datlı mı? ben yine bileyim. Yapılan çörəyin üstünə aslan bu formada yığırıq qəşəng. Bir balaca naxışda verib, yüklürük bunları hamısı sumkaya çıxırıq yola. Qəşəng də yağış yağır, ıslanmana dəyər. Birinci qapıya giri evdə yoxdular, belə qoyub oradan çıxdım. Getdim növbət tərəfə, kəndin o birisi başına əmigilə. Elə qəşəng çay, görürüz hava nə qəşəngdir, tam asla çörək paylanmalı havadır. Belə bir dənə pişkilərlə salam verib, keçirəm oradan sonra gəlirəm kəndin bu bir tərəfdən. Bağdan gəlirəm və... Yerdə də evdə adam olmur, belə geri qayıdırıq. Yekunda 26 dənə yerə çörək paylayıb islanmış şəkildə evdəyəm.